Hörmətli izləyicilər, əsas sualın canlı yayımında xoş gördük. Bugünkü verilişimizdə gündəmin aktual mövzularını müzakirə edəcəyik. İlk növbədə Rusiya-Ukrayna cəbhəsindəki son yeniliklər haqqında qısa məlumat verim. Bugün yenə Rusiya ordusu Kiyev və digər Ukrayna şəhərlərini ağır bombalar vasitəsilə dağıdıcı zərbələr endirib, nəticədə yenə mülki insanlar həlak olub, infrastruktur dağılıb. Ukrayna ordusunun cavab zərbələri isə Rusiyanın hətta Omsk şəhərində, hansı ki Ukraynadan 2500 km uzaqlıqda yerləşən ən böyük neft kimi obyektini vurub və bu Gazprom neftin ən böyük deməli yanacaq istehsal edən zavodlarıdır və nəticədə güclü yanğın baş verib. Mütəxəssislər bildirirlər ki, əgər bu istehsal qurğuları zədələnirsə, Rusiyada yanacaq böhranı daha da dərinləşə bilər. Rusiyada yaranmış bu vəziyyətin digər qonşu ölkələrə, postsovet ölkələrə, eləcə də Azərbaycana təsiri nədən ibarətdir? Bu haqda danışacağıq. Həmçinin verilişimizdə Azərbaycanın sosial-iqtisadi gündəm mövzuları da diqqətimizdə olacaq. Qonağımız millət vəkili, tanınmış iqtisadçı alim Vüqar Bayramovdur. Verilişimizi bəyənin, paylaşın, başlayırıq. Vüqar bəy, xoş gördük. Minnətdarım yayımıza qoşulduğunuz üçün. Hər vaxtınız xeyir. Təşəkkür edirəm dəvətə görə. Minnətdarım sizə. Vüqar bəy, əvvəlcə bu Rusiya-Ukrayna müharibəsində baş verən son hadisələr təbii ki, ilk növbədə hər iki ölkənin iqtisadiyyatına çox ağır zərbə vurur. Rusiyanın yanacaq neft kimi obyektlərinə, eləcə də enerji komplekslərinə vurulan zərbə sizcə yaxın dövrlərdə bu ölkədə hansı bir sürəkli problemlər vəd edir? Təbii ki, bütün müharibə iki ölkənin iqtisadiyyatına neqativ təsir göstərir. Rusiya iqtisadiyyatı baxmayaraq ki, yəni sadə dildə desək dözür, mübarizə aparır, amma təbii iqtisadi göstəricilər müqayisəsi də bir daha təsdiq edir ki, müharibənin Rusiya iqtisadiyyatına ciddi neqativ təsirləri var. Bir tərəfdən Rusiya daxil olan valyutanın həcmində azalmaları var, Rusiyanın eksport və importunda ciddi dəyişikliklər var və bir sıra məhsulları Rusiya yalnız re-eksport və ya re-import vasitəsilə satır və ya əldə edir. O baxımdan təbii ki, təsirləri var, amma konkret olaraq yanacaq məhsullarının təminatı ilə bağlı bildiyiniz kimi artıq xeyli müddətdəki mütəmadi olaraq Rusiyada yalnız paytaxtda və yeni şəhərlərdə deyil, hətta Rusiyanın bölgələrində belə yanacaq, yəni benzinlə təminatda ciddi problemlər var. Bu da birbaşa müharibə nəticəsində, xüsusən də Rusiyanın bir sıra yanacaq istehsal edən obyektlərin dronlarla vurulması ilə bağlıdır. Təbii Rusiya da cavab addımları atmağa çalışır və atır. Amma reallıq bundan ibarətdir ki, xüsusən də bu istiqamətdə Rusiyanın artıq yanacaqla təminatda, yəni söhbət xam yanacaqdan getmir, emal edilmiş yanacaqla təminatda ciddi problemləri var. Bu, bir tərəfdən yanacaq məhsullarının təklifini azaldıb. Təklif azaldığı üçün, tələb dəyişmədiyi üçün biz mütəmadi olaraq Rusiyada yanacaq doldurma məntəqələrində uzun növbələri müşahidə edirik. Bunun eyni zamanda psixoloji təsirləri var. Çünki insanlar, Rusiya vətəndaşları növbələrdə dayanır və hətta Rusiya üçün, yəni neft hasil edən, ixrac edən ölkə üçün yanacaq qıtlığı əslində kifayət qədər vətəndaşlar üçün heç də izah edilə biləcək bir növbələr deyil. Yəni, hər hansı bir digər məhsula yanacaq ölkəsində, yəni neft hasil edən və ya enerji məhsulları hasil edən, satan ölkədə digər hər hansı bir məhsula fərqli səbəblərdən növbənin yaranmasını hər hansı bir formada izah etmək olar. Amma ölkə enerji ölkəsidir. Buna rəğmən biz yanacaq məntəqələrində mütəmadi olaraq yanacaq doldurma məntəqələrində mütəmadi olaraq biz növbələri müşahidə edirik. Bu da təbii ki, nəticədə düşünürəm ki, həm də psixoloji təsirləri var. Yəni, nəzərə alsaq ki, müharibə həm də psixoloji təsirləri ilə ölçülür. Hər iki tərəf psixoloji kampaniyalardan, mexanizmlərdən istifadə etməyə çalışır. Amma sözsüz Rusiya iqtisadiyyatı üçün arzu olunan deyil, çünki iqtisadi təsirləri var. Söhbədə yalnız vətəndaşların və ya avtomobil idarə edən sürücülərin yanacaq təminatındakı problemlərdən getmir. Söhbət eyni zamanda sənayenin yanacaqla təminatından gedir. Bu, təbii ki, Rusiyada sənaye məhsullarının istehsalına birbaşa təsir göstərir və növbəti dövrdə də bu təsirlər daha da genişlənəcək. Yəni, praktik olaraq multi təsirləri var. Vətəndaşların
yanacaq almaqda çətinlikləri var, sənayenin yanacaq təminatında çətinlikləri var və son ayların əslində təbii ki mən konfliktlər üzrə ekspert olmasam da bilər, amma son dövrdə Rusiya-Ukrayna arasındakı müharibənin coğrafiyasına diqqət etirsək, coğrafiya genişlənir və açıq şəkildə tərəflər artıq açıq xüsusən də alətlərdən istifadə etməyə çalışırlar. Həm dronlardan istifadə etməklə Rusiyanın fərqli şəhərlərində fərqli obyektlərin vurulması və s. Bütün bunlar ona xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi artıq yeni fazaya daxil olub. Bu yeni fazanın da iqtisadi təsirləri var. Yəni, Ukrayna üçün iqtisadi təsirlər öncədən bəlli idi. Çünki Ukrayna iqtisadiyyatında ciddi bir böhran müşahidə edilir. Bu birbaşa onunla bağlı ki, Ukrayna ərazisinin bir hissəsi Rusiyanın nəzarətindədir. Digər hissələrində mütəmadi olaraq dron hücumları var. Sənaye və eləcə də aqrar sektor tam olaraq işləyə bilmir. Amma bütün bunlar müqabilində Rusiya müharibəsindən sonra Ukrayna vətəndaşlarının bir qismi də xarici ölkələrdə müvəqqəti olaraq yerləşiblər, sığınacaq alıblar. O baxımdan Ukraynanın iqtisadi baxımdan problemləri öncədən proqnozlaşdırılan idi. Amma Rusiya təbii ki çalışırdı ki, müharibənin iqtisadi sferiyyə keçməsinin qarşısını alsın. Rusiya vətəndaşları iqtisadi və sosial baxımdan müharibənin təsirlərini hiss etməsinlər. Amma təbii ki, son olaylar göstərir ki, bunu etmək heç də asan deyil və deyildi və biz artıq Rusiyanın özündə belə müharibənin vətəndaşların hiss edəcəyi iqtisadi təsirləri müşahidə edirik. Təşəkkür edirəm Vüqar bəy. Həmçinin Rusiya böyük kənd təsərrüfatı ölkəsidir və bu yanacaq böhranı kənd təsərrüfatında xüsusilə indi yığım dövrüdür və bu da ciddi problemlər vəd edir. Nəzərə alsaq ki, Azərbaycan da Rusiyadan taxıl məhsulları ixal edir və ən böyük ixal etdiyimiz ölkə Rusiya taxıl anbarlarıdır, belə deyək. Bax, bu Azərbaycanın hansı addımlar atmağı vəd edir? Əgər Rusiya taxıl istehsalında kəskin azalma olarsa, ixalda məhdudiyyətlər yaradılırsa? Azərbaycan əslində taxıl ixalını xeyli dərəcədə şahləndirir. Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra ən ciddi problemlərdən biri taxıl ixracatına Rusiya daxil olmaqla fərqli ölkələrin müəyyənləşdirdiyi qadağalarla bağlı idi. O zaman hətta Asiya ölkələr belə taxıl ixracatını dayandırdılar. Yetər ki, bu müvəqqəti oldu, sonra bəzi ölkələr taxıl almağa başladılar, o cümlədən Mərkəzi Avropa ölkələri. Amma müəyyən müddətdən sonra bəlli oldu ki, həmin taxılları uzun müddət saxlamaq mümkün deyil. Hətta bəzi ölkələr Azərbaycan daxil olmaqla region ölkələrinə müraciət etdilər ki, onların əslində özlərini istehsal etdikləri deyil, amma rezerv olaraq alıb saxladıqları taxılları alsınlar və təklif etdilər təbii ki. Bu sözsüz 2022 və 2023-cü illərdə müşahidə olundu. Amma Azərbaycan ötən müddətdə taxıl ixalını şahləndirməyə çalışdı. Biz əslində taxıl bazarına diqqət etirsək, hazırda taxıl bazarında ciddi risklər yoxdur. Çünki ölkələr bir tərəfdən taxıl ixalını şahləndirməyə çalışıblar. Digər tərəfdən ixrac ilə məşğul olan ölkələr 2022-ci ildə olduğu kimi taxıl ixracatını ciddi şəkildə məhdudlaşdırmaq istəmirlər. Çünki uzun müddət taxılı saxlamaq və keyfiyyətini qorumaq mümkün deyil. Baxmayaraq ki, hətta Mərkəzi Avropada kifayət qədər çoxlu sayda taxıl anbarları vardı, amma onların hətta Ukraynanın aldıqları taxılları belə müəyyən müddətdən sonra daha ucuz qiymətə təklif etdilər. Çünki uzun müddət saxlamaq və keyfiyyəti qorumaqla bağlı texniki çətinliklər var. Ona görə də Rusiyada təbii yanacaq böhranının aqrar sektora hansı formada təsir edəcəyini proqnozlaşmaq çətindir. Çünki təbii ki, nəticə etibarən Rusiya hökuməti çalışır ki, sənaye və aqrar sektorda bu təsirləri minimumlaşdırsın. Amma hətta bu təsirlər olsa da belə, yenidən Rusiya taxıl ixracatını məhdudlaşdırsa və ya qadağalar qoysa da, düşünmürəm ki, bu Azərbaycanın taxıl idxalına və ya taxıl ehtiyatlarına ciddi təsir göstərəcək. Çünki qeyd etdiyiniz kimi, təbii Azərbaycan Rusiyadan taxıl idxal edir, amma bizim Qazaxıstanla strateji bu sayədə əməkdaşlığımız var. Hətta digər Asiya ölkələrindən, yalnız Mərkəzi Asiya deyil, digər Asiya ölkələrindən taxıl idxalının həyata keçirilməsi artıq o kanallar formalaşıb, mexanizmləri var. Ona görə də alternativlər var və Rusiyada təbii ki, bu alternativlərin olduğunu çox gözəl anlayır. Ona görə də Rusiyada, əslində biz 2022-ci ildən sonra baxsaq, Rusiya çalışır ki,
ixrac etdiyi məhsulları və xüsusən də aqrar məhsullara qadağalar müəyyənləşdirməsin. Çünki o qadağalar Rusiyanın öz iqtisadiyyatına, öz kənd sərvəti məhsulları istehsal edən iş adamlara neqativ təsir göstərir. Ölkələr hansı bir formada alternativlər tapırlar, idxalı şahləndirirlər. Amma nəticədə ixracatın, xatırlıyorsunuz 2022 və 2023-cü illərdə Rusiyadan böyük bu istiqamətdən ciddi çağırışlardan biri məhz o ambarlarda olan taxılların satılması ilə bağlıdır. Yəni uzun müddət taxılı ambarlarda saxlamaq praktik olaraq mümkün deyil, keyfiyyətini qoruyub saxlamaq mümkün deyil. Ona görə də düşünmürəm ki, bu addımlar atılacaq haldansa bir ciddi Azərbaycan iqtisadiyyatına və ya Azərbaycan istehlak bazarına ciddi təsirləri olsun. Ciddi təsirlər gözlənilir, çünki qeyd etdiyimiz kimi idxal kanalları ciddi şəkildə şahiləndirilir. Təşəkkür edirəm Vüqar bəy. Bəs Rusiya Azərbaycan fermerləri üçün həm də ən böyük bazardır, xüsusilə aqrar sektor üçün. Eyni zamanda Azərbaycanın xarici ticarət dövriyyəsində, səhv eləmirəmsə, ikinci mövqedə qərarlaşıb, təxminən 4 milyard yarım dollarlıq ümumi ticarət dövriyyəmiz var. Və Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, müharibədən dolayı hətta böhrana sürüklənməsi Azərbaycan üçün nə vəd edir? Nəzər alsaq ki, həm də Rusiyada 100 minlər Azərbaycan vətəndaşı çalışır və onlar buradakı ailələrinə vəsaitlər göndərirlər. Bu baxımdan gedişatı necə proqnoz eləmək olar? Təbii ki, iqtisadi baxımdan Rusiyanın zəifləməsi Rusiya ilə iqtisadi tərəfdaşlıq edən ölkələr üçün etiraf etmək lazımdır ki, arzu olunan deyil. Tamamilə doğru qeyd edirsiniz. Rusiya Azərbaycanın xarici ticarət dövriyyəsi və ya xarici tərəfdaşlıq arasında ilk üçlükdə olur. Yəni bildiyiniz kimi son illər Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin artması təbii ki, müəyyən müddətdir. Məsələn, bu ilin bəzi aylarında Çini daha önə çıxartdı, ikinci yerdə oldu. Bəzi aylarda isə Rusiya ikinci yerdə oldu. Amma bütün hallarda Rusiya ilk üçlükdədir. Əksər hallarda da ikinci ən böyük ticarət tərəfdaşıdır. Bu əslində ondan xəbər verir ki, ticarət dövriyyəsində Rusiyanın xüsusi payı var. Burada idxalın payı təbii ki, xüsusi qiymətləndirilməlidir. Rusiyadan idxalımız Rusiya ixracatımızdan daha çoxdur. Amma Elçin bəy, siz qeyd etdiniz mühüm məqamlardan biri məhz Rusiya bazarına bizim qeyri-neft məhsullarımızın ixracatı ilə bağlıdır. Mən düşünürəm ki, bu ciddi çağırışlardan biridir. Çünki Azərbaycan qeyri-neft ixracatının təxminən yarısı iki ölkənin payına düşür. Bu Rusiya və Türkiyədir. Təbii ki, Rusiyadan fərqli olaraq Türkiyə ilə ixraclar hansı bir çağırışlar yoxdur. Amma ümumiyyətlə, hətta yəni ölkələrdən biri qardaş ölkə olsa da belə, digəri qonşu ölkə olsa da belə, amma bütün hallarda qeyri-neft ixracatının şahləndirilməsi çox vacibdir. Çünki bugün sadəcə qeyri-neft məhsullarının şahləndirilməsi deyil, həm də ixrac coğrafiyasının şahləndirilməsinə ehtiyac var. Bazarların şahləndirilməsinə ehtiyac var. Xatırlayırsınız, 2025-ci ilin mövsüm dövründə Rusiya bir müddət Azərbaycanda istehsal edilən pomidorların Rusiya bazarına daxil olmasına qadağalar tətbiq etdi. Bunu həmin məhsulların keyfiyyətinə əlaqələndirdilər. Amma bu nəyə gətirib çıxardı? Bu bizim fermerlərimizin, xüsusən də Rusiya bazarına məhsul ixrac edən fermerlərimizin gəlirliyinə ciddi şəkildə təsir göstərdi və onların bir qisminin ziyan üzləşməsinə gətirib çıxardı. Rusiya bu kontekstdən aqrar məhsul istehsal edən və ixrac edən fermerlərimiz üçün ən böyük bazardır. Bunu etiraf etmək lazım. Çünki Rusiya bazarına daha çox kənd sərvəti məhsulları göndərir. Amma bizim də zaman-zaman təklif etdiyimiz məqamlardan biri məhz bazarların şahləndirilməsi ilə bağlıdır. Xüsusən də Avropa İttifaqı bazarına daha çox məhsulların göndərilməsi. Amma bu zaman tələb edir. Çünki burada standartlar var və fermerlərimizin özü də standartları tətbiq etməsinə, öyrənməsinə ehtiyac var ki, fermerlər özü bazarları şahləndirə bilsin. Bildiyiniz kimi, kənd sərvətinin inkişafı ilə bağlı dövlət proqramı təsdiq olunub. Həmin proqrama əsasən 2030-cu ilədək Azərbaycanda aqrar məhsul ixracatının 6 milyard dollara çatdırılması nəzərdə tutulub. Və əslində kənd sərvəti məhsullarının ixracatının 4 dəfə artırılması deməkdir və bu bir hədəfdir, növbəti 4 il üçün hədəfdir. Ona görə də, amma bu hədəfin reallaşması üçün hökmən bizim fermerlərin alternativ bazarlara çıxış imkanları vacibdir. Çünki ən böyük çağırışlardan biri şimal qonşumuz tərəfindən fərqli səbəblərdən kənd sərvəti məhsullarımızın idxalına, yəni bizim ixracatımız onların idxalına qoyula biləcək qadağalardır. Bu da təbii ki,
nəticə etibarı ilə fermerlərimizin ixrac imkanına təsir göstərir, onların gəlirliyində azalmalar baş verir və eyni zamanda Rusiya iqtisadiyyatının alıcılıq qabiliyyəti aşağı düşdükcə də, hətta qadağalar olmadığı halda belə gəlirlik azalır. Çünki Azərbaycan məhsulları baxmayaraq ki, Rusiya bazarında xüsusi çəkiyə və xüsusi belə deyək, imicə malikdirlər. Amma bununla belə, təbii ki, onlar Özbəkistandan, Türkiyədən, İrandan və digər ölkələrdən Rusiya ixal edilən kənd təsərrüfatı məhsulları ilə rəqabət aparırlar və rəqabət aparmalıdırlar. Və alıcılıq qabiliyyəti Rusiyada aşağı düşdükcə, xüsusən də nisbətən ucuz məhsullara tələbin artması müşahidə olunur ki, bu da Azərbaycan məhsullarının rəqabət qabiliyyətinə heç də yaxşı təsir göstərmir və rəqabət qabiliyyətini azaldır. Təşəkkür edirəm Vüqar bəy. Elə bugün Azərbaycan Xarici İşlər Nazirliyinə Rusiyanın Azərbaycandakı səfiri çağırılıb, Yevdokimov. Çünki dünən axşam Rusiya ordusu Nikolayev vilayətindəki Azərbaycan Dövlət Neft Şirkətinə məxsus yanacaq doldurma məntəqəsini pualarla vurub və bizim Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bir məqam qeyd olunur ki, bu bilərəkdən törədilmiş hücumdur. Yəni, daha əvvəl də biz xatırlayırıq ki, Azərbaycanın Ukraynada yerləşən neft-qaz infrastrukturuna ardıcıl zərbələr endirilib. Yəni, siyasi müstəvidə bu cür hadisələrin baş verməsi, iqtisadi əlaqələrə hansısa formada, yəni biz dəfələrlə bunu əvvəllər görmüşük, yəni ciddi təsirlər edə bilərmi sizcə? Təbii ki, arzu olunan deyil. Çünki dəfələrlə Azərbaycan, xüsusən də Ukraynada fəaliyyət göstərən Azərbaycan məsələlərlə bağlı məlumatları təqdim edib və eyni zamanda onların qorunması və müharibə zamanı nəzərə alınmasının vacibliyini bildirib. Amma çox təəssüf ki, biz bundan öncə də həm təbii ki, SOCAR-ın Ukraynadakı məsələlərinə, yanacaq doldurma məntəqələrinə və eyni zamanda səfirliyimizə belə hücumları müşahidə etmişdik. Təbii ki, bu arzu olunan deyil və Xarici İşlər Nazirliyimiz də bununla bağlı öz mövqeyini bildirdi. Rusiyanın Azərbaycanda səfiri dəvət olundu, onunla bağlı bu istiqamətdə bizim mövqeyimiz rəsmi olaraq təqdim olundu. Düşünürəm ki, bu əslində Rusiya öncə də qeyd etdiyimiz kimi qarşılıqlı addımlar atmağa çalışır. Çünki Ukraynaya Rusiyanın yanacaq doldurma məsələlərini və ya yanacaq istehsal edən zavodlarını vurmağa çalışır və ya vurur. Amma bütün bunlar üçün Rusiya əsas vermir ki, Azərbaycanın Ukraynada olan əmlakına hər hansı bir hücumlar həyata keçirsin. Arzu olunan deyil. Bütün hallarda Azərbaycan, bununla bağlı Azərbaycan rəsmi mövqeyi də var və elan olundu. Ona görə də bunlar sözsüz Azərbaycan Rusiya ilə xüsusən iqtisadi sahədəki münasibətləri qoruyub saxlamağa çalışır. Azərbaycan ümumiyyətlə çox vektorlu xarici siyasət həyata keçirir və bunu davam etdirməkdə də maraqlıdır. Amma bütün bunlara yanaşı sözsüz heç bir halda Azərbaycan Ukraynada olan əmlakına dron hücumlarının olması arzu olunan deyil, bilmənalı şəkildə pislənir və yenə də təbii ki, Rusiya bununla bağlı mövqeyimiz təqdim olundu. Hər halda ümid edək ki, növbəti dövrlərdə belə addımları müşahidə etməyəcək. Çünki bu addımlar həm də iqtisadi münasibətlərə etiraf etmək lazımdır ki, müəyyən qədər təsir edə biləcək addımlardır. Minnətdaram sizə Vüqar bəy. İndi də Azərbaycan daxili sosial-iqtisadi mövzularla bağlı suallarım olacaq. Vüqar bəy, bu neftin qiyməti hazırda biraz da azalaraq $71 səviyyəsində qərarlaşıb. Söhbət Brent markalı neftin qiymətindən gedir. Azərbaycan nefti bir qədər baha satılır dünya birjalarında. İlin birinci yarısı bu Amerika Birləşmiş Ştatları İran müharibəsi neftin qiymətini yüksək həddə qaldırmışdı. Amma biz ilk 4 ayın nəticələrinə baxdıqda ÜDM-imizdə artım görmədik və İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarov da bildirmişdi ki, büdcə layihələrinin, investisiya layihələrinin, bəzi layihələrin təxirə düşməsi belə bir vəziyyətin yaranmasına səbəb olub həm də. Sizin izahatınız necədir bir millət vəkili kimi və iqtisadçı alim kimi? Azərbaycan iqtisadiyyatında artımın azalması və yaxud da dayanması nə ilə bağlıdır? Bu müvəqqəti haldır, yoxsa biz bu hansısa tendensiyanı görəcəyik? Təbii ki, neftin dünya bazar qiyməti ilə, yəni sualımızın birinci hissəsi ilə başlasaq, əslində neftin dünya bazar qiyməti indiki halda, istər Brent, istər Azerlight markalı neftin qiyməti fiskal baxımdan Azərbaycan üçün məqbuldur. Çünki Azərbaycan dövlət büdcəsində bir barel neftin qiyməti $65 nəzərdə tutulub. Hazırda biz hətta siz qeyd etdiyiniz azalmalara baxmayaraq
orta qiymət, orta göstərici dövlət büdcəsi nəzərdə tutulan göstəricidən daha yüksəkdir. Yəni, bu demək ki, əslində 2026-cı ilin dövlət büdcəsinin gəlirlərin formalaşması ilə bağlı. Hər halda biz artıq ilin birinci yarısı geridə qalır və ikinci yarısında da müəyyən qiymət azalmaları baş versə də, amma güman edirəm ki, illik orta qiymət hər halda büdcədə nəzərdə tutulandan az olacağı gözlənildir. Yəni, illik orta qiymətin daha çox olacağı və ya büdcədə olan qiymətə yaxın olacağı gözlənilir. Yəni, bu baxımdan, fiskal baxımdan əslində hər hansı bir çağırış yaratmır, çünki 2026-cı ilin dövlət büdcəsi 65 dollarlıq neft qiyməti nəzərə alınmaqla tərtib edilib və qəbul olundu. Və eyni zamanda 2026-cı ilin dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının 57% olacağı gözlənilir. Düzdür, son açıqlamalarda bu rəqəm biraz azaldırıb təxminən 55% olacağı bəyan edildi. Amma bütün hallarda qeyri-neft sektorunun payı neft sektorunun müqayisədə daha yüksək olacaq. Amma konkret olaraq ümumi daxili məhsuldakı azalmalara gəldikdə, təbii ki, ÜDM-in artımı çox vacibdir. Çünki ümumi daxili məhsuldakı artımlar iqtisadi artımın göstəricisidir. Ölkə iqtisadiyyatındakı dəyişmənin göstəricisidir. ÜDM-in azalmasının fərqli səbəbləri var. Və səbəblərdə biri təbii ki, enerji sektorundakı azalmalardır. Neftin dünya bazar qiymətinin yüksək olmasına baxmayaraq və siz də təbii ki, Elçin bəy daimi olaraq statistik məlumatları, yəni mən sosial şəbəkədən görürəm ki, izləyirsiniz, şərhlər verirsiniz. Və buna rəğmən biz enerji sektorunda azalmanı müşahidə edirik, çünki hasilat azalır. Və hasilat azaldığına görə sənayyenin enerji hissəsində azalmalar var. Bu da birbaşa neft sektoru ilə bağlıdır, təbii qaz sektoruna bağlı deyil. Bu sözsüz, baxmayaraq ki, ümumi daxili məhsulda təxminən 1/3 enerji sektorunun payına düşür. Amma enerji sektorundakı azalmalar ümumi daxili məhsula ümumi artıma birbaşa təsir göstərir. İkinci məqam, əslində bu məqam mən Milli Məclisə 2025-ci ilin büdcə müzakirələri zamanında çıxışımda qeyd etmişdim. İkinci məqam, dövlət büdcəsinin xərcləmələrlə bağlı, yəni büdcə ayırmalarına bağlı. Yəni, etiraf etmək lazımdır ki, büdcə ayırmaları ümumi daxili məhsuldakı artıma birbaşa təsir göstərir. Və fiskal xərcləmələrlə ÜDM artımı arasında bir əlaqə var. Və əslində mən Milli Məclisə qeyd etdiyimiz məqamlardan da biri ona ibarət edir ki, 2025-ci ildə 2.8 milyard manatlıq vəsait xərclənməyib, proqnozlaşdıran vəsaitlərdən söhbət gedir. Yəni, büdcə xərcləmələrində 2.8 milyard manat vəsait xərclənməyib. Bu 7% az xərcləmə deməkdir. Yəni, təbii ki, burada bir əsas məqamlardan biri ona ibarətdir ki, 2025-ci ildə makroiqtisadi stabillik qorunub saxlanır. Bir olan halda proqnozda nə üçün 7% kənarlaşma var? Yəni, əslində bu proqnozun və xüsusən də fiskal və iqtisadi proqnozlaşdırmanın metodologiyasının yenidən baxılmasını bir daha gündəmə gətirir. Çünki bütün hallarda 7% kənarlaşma ciddi bir kənarlaşmadır. Amma bu məsələnin metodoloji tərəfidir. Məsələnin digər tərəfi ondan ibarətdir ki, əslində biz, təbii ki, mən Maliyyə Nazirliyi tərəfindən, eləcə də İqtisadiyyat Nazirliyi tərəfindən belə bir qiymətləndirmənin aparılmasını da təklif etdim. Ayrılmayan 2.8 milyard manatın iqtisadiyyata hansı təsirləri var? Ümumi daxili məhsuldakı artıma hansı təsirləri var? Çünki etiraf etmək lazımdır ki, büdcə ayırmaları ümumi daxili məhsuldakı artımı şərtləndirən əsas səbəblərdən biridir. Yəni, əsas səbəb deməzdim, amma əsas səbəblərdən biridir. Çünki özəl sektorda iqtisadi driverlər yoxdur, belə görünür. Yəni, rəqəmlər göstərir ki, ÜDM-i artıracaq, yəni bir driverlər malikdir. Ancaq neft-qaz sektoru və büdcə xərcləmələri. Driver baxımdan yanaşsa, driver qeyri-neft sektorudur. Çünki qeyri-neft sektorundakı artım hesabına ÜDM-də artım olur və ya 3 ayın yekununda 0.2% artım vardır, 4 ayın yekununda artım yoxdur. Amma çünki qeyri-neft sektoru artmasa, neft sektorundakı azalma ÜDM-də daha böyük azalmaları gətirib çıxara bilər. Driver qeyri-neft sektoru. Sadəcə burada Elçin bəy, yəni iqtisadi baxımdan məsələnin özəlliyi ona ibarətdir ki, driveri dəstəkləyən faktorlar hansıdır? Driveri dəstəkləyən faktorlardan biri də büdcə ayırmalarıdır. İnvestisiya, büdcə investisiyaları. Dövlət büdcəsindən vəsait alır. Dövlət satın almaları vasitəsilə və 2026-cı ildə təxminən 10 milyard manatdan artıq vəsaitin dövlət satın almaları vasitəsilə məsələn qeyri-neft sektorunu özəl sektora
təqdim edilməsi nəzərdə tutulur. Həmin vəsaitdə azalmalar olanda məhz bizim iqtisadi artımda xüsusi driverə çevrilən qeyri-neft sektorunun artım tempində təsir göstərir. Ona görə o baxımdan təbii bunun nə üçün ÜDM-də azalmanın səbəblərinin fundamental və kompleks və ya konseptual qiymətləndirilməsinin aparılması çox vacibdir. Sözsüz büdcə xərclərindən dayanıqlı vacib olmaqla yanaşı, amma düşünürəm ki, büdcə xərcləmələrində proqnozu uyğun olaraq ayırmaların həyata keçirilməsinə ehtiyac var. Çünki büdcə xərcləri azaldıqca biz qeyri-neft sektorunu və ümumi daxili məhsulda artım tempinə təsirləri müşahidə edirik. Təşəkkür edirəm Vüqar bəy. Bəs bu neft hasilatında azalma var, eləcə də qiymət də yəni stabilləşəcək, qiymət köpüyə azalacaq. Və o zaman bizim əhali, xüsusən büdcədən vəsait alan pensiyaçılar, müavinət alanlar, az təminatlı ailələr və maaşlar. Yəni biz qarşıdakı dövrdə bax, bu sahədə hansı yenilikləri gözləyə bilərik? Çünki biz 2 ilə yaxındır, səhv eləmirəmsə, minimum əmək haqqı Azərbaycanda artmır. Ancaq əhalinin gəlirləri müəyyən qədər ilin əvvəlində indeksasiya olundu və belə olan halda qiymətləri də artır, inflyasiya da öz yerindədir. Çünki biz əsasən idxal edirik bir çox ərzaq məhsullarını. Bu baxımdan əhali nə gözləməlidir, nəyə ümid etməlidir? Yəni minimum əmək haqqının artımı ilə bağlı əvvəla bir dəqiqləşmə deyim ki, minimum əmək haqqı 2025-ci ildə artırıldı. Yəni ötən il minimum əmək haqqının 400 manata çatdırılması ilə bağlı Cənab Prezident tərəfindən sərəncam imzalandı. Və minimum əmək haqqının artımı ilə bağlı, amma digər məqam ondan ibarətdir ki, artıq Azərbaycanda əmək məcəlləsinə edilən dəyişikliklərə əsasən minimum əmək haqqının ildə ən azı bir dəfə artırılması nəzərdə tutulur. Təbii ki, sual, təbii ki, siz bilirsiniz bunu, sadəcə oxucularımız üçün, ya daha doğrusu tamaşaçılarımız üçün mən sonralar geniş izahat vermək istərdim. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, əslində biz baxsaq, son illər təbii ki, demək ki, əksər illərdə, yəni bir il istisna olmaqla biz son 5 ilə baxsaq, minimum əmək haqqının bir il istisna olmaqla digər illərdə artım baş verir. Amma artıq qanunlaşması və qanun tərəfindən təsbit olması o anlama gəlir ki, Azərbaycanda hər il minimum əmək haqqının ildə ən azı bir dəfə məbləğinə baxılması və artırılması həyata keçiriləcək. Bu daha çox ola bilər. Yəni burada söhbət ən azı bir dəfədən gedir. Nə vaxt artırılacaq? Təbii ki, sual edə bilərsiniz. Həmin dəyişikliklər 2026-cı ilin fevral ayında təsdiq olunub. O deməkdir ki, 2026-cı ilin fevralından etibarən keçən bir il ərzində minimum əmək haqqıda artım reallaşacaq. Daha sonra isə təbii ki, bu hər il olacaq. İndi birinci ili proqnozlaşdırmaq çətindir, amma artıq növbəti illər hər il olduğu üçün artıq biz hər il minimum əmək haqqıda artımları müşahidə edəcəyik. Minimum əmək haqqı artımı vacibdir. Niyə vacibdir? Çünki bir tərəfdən minimum əmək haqqı əmək haqqı alan vətəndaşlarımız var, onların gəlirliyinə təsir göstərir. Digər tərəfdən Elçin bəy, minimum əmək haqqı həm də vahid tarif cədvəlinə uyğun olaraq əmək haqqı alan vətəndaşlarımızın maaşına təsir göstərir. Burada söhbət 19 daha doğrusu 19 şkaladan söhbət gedir ki, bu vətəndaşlarımızın əmək haqqlarına birbaşa minimum əmək haqqı məbləği təsir göstərir. Ona görə də bu təxminən 700 min vətəndaşımıza əhatə edir. Yəni bizdə Azərbaycanda minimum əmək haqqı artan zaman təxminən 700 min və daha çox vətəndaşımızın əmək haqqlarında və maaşlarında artımlar olur. Burada minimum əmək haqqı ilə bağlı, sonra digər sosial məsələlərlə bağlı münasibətimi bildirəcəm. Minimum əmək haqqı ilə bağlı digər vacib məqam onun ibarət ki, əslində mən Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında da qeyd etdim və təklif etdim. Minimum əmək haqqı ilə bağlı digər məqam, minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərqdir. Və nəzərə alsaq ki, minimum əmək haqqı xüsusən inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa İttifaqının üzv olan ölkələrdə minimum əmək haqqı orta aylıq əmək haqqının 70, bəzi ölkələrdə 80%-ni təşkil edir. Azərbaycanda bu təxminən 40%-dir. Ona görə bizim təklif olunan ibarətdir ki, minimum əmək haqqı artırılan zaman daha yüksək artımlardan istifadə olunsun ki, minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasında fərq azaldırsın. Çünki bizim bir ölkə olaraq biz hədəfimiz var, bu müəyyənləşdirilib. Minimum əmək haqqı ilə orta aylıq əmək haqqı arasındakı fərqin azaldılması və növbəti illərdə 60% üstünə çatıb, 60%-dən daha çox olması əsas hədəflərdən biridir. Ona görə bu hədəfə bir tərəfdən orta aylıq əmək haqqı da artıb. Çünki muzul işçilərin əmək haqqlarında artımlar var. Orta aylıq əmək haqqı artır, orta aylıq əmək haqqı uyğun olaraq pensiyalar indeksləşdirilir. Digər tərəfdən isə minimum əmək haqqı artımı
yalnız orta aylıq əmək haqqı artımını üstələməməlidir. Daha çox olmalıdır ki, minimum əmək haqqı məbləği ilə orta aylıq əmək haqqı məbləği arasındakı fərqin azalmasına nail olmaq mümkün olsun. O baxımdan təbii ki, bizim də bu istiqamətdə təkliflərimiz var. Biz minimum əmək haqqının daha yüksək faizin artırılmasını təklif edirik. Təbii ki, fiskal qiymətləndirmə nəticəsində bu faizlərin müəyyənləşdirilməsini məqsədə uyğun hesab edirik. Digər sosial göstəricilərlə bağlı və xüsusən yəni nəzərə alsaq ki, sizin başlıqda digər ilk söz pensiyadır. Pensiyalarla bağlı bildiğiniz kimi əmək pensiyaları haqqında qanuna əsasən pensiyalar ildə bir dəfə indeksləşdirilib artırılır. Bu artım yanvar ayında baş verdi. Növbəti artım növbəti yanvar ayında baş verəcək, indeksləşdiriləcək və qanuna əsasən bu zaman əvvəlki ildə orta aylıq əməkdəki artım faizi nəzərə alınmaqla indeksləşdirmə həyata keçirilir. Artıq biz faiz aylarına doğru yəni təxmini rəqəmi biləcəyik ki, pensiyalar nə qədər artırılacaq, hansı faizlə artırılacaq. Amma təbii ki, pensiyalarla yanaşı bizim digər təklifimiz yaşa görə müavinətin artırılması ilə bağlıdır. Yəni nəzərə alsaq ki, hazırda yaşa görə müavinət 220 manatdır. Yaşayış minimum 40 manat aşağıdır, səhv eləmirəmsə. 220 manatdır və bu təbii ki, bu müavinətin artırılmasına ehtiyac var. Çünki yaşa görə müavinətin alan vətəndaşlarımız 65 və daha çox yaşı olan vətəndaşlarımızdır. Baxmayaraq ki, təbii ki, Azərbaycanda pensiyalara bağlı amnistiya var. Hətta 2018-ci ilin iyunun 1-nə qədər 1 manat sosial ödəniş edən vətəndaşımız avtomatik əmək pensiyası alır. Amma fərqli səbəblərdən bəzi vətəndaşlarımız işləsələr belə, əmək müqaviləsi olsa da belə, onların əhəmiyyətli hissəsi 2006-cı ildən əvvəlki dövrə düşüb. Bəzi hallarda həmin vətəndaşımızdan asılı olmayaraq ödənişlər, sosial ödənişlər həyata keçirilməyib. Onlar yaşa görə müavinət alırlar. Ona görə biz yaşa görə müavinətin artırılmasını təklif edirik və inanırıq ki, bu artımla bağlı da fiskal qiymətləndirmə daha yaxın zamanlarda başa çatacaq və bu istiqamətdə də artımlar reallaşacaq. Digər məqam bizim təbii ki, eyni zamanda Milli Məclisə təklif etdiyimiz məqamlardan biri də pensiya yaşındakı, yəni daha tez pensiya çıxmaqla bağlı güzəştlərin tətbiqi ilə bağlıdır. Bildiyiniz kimi, bu aydan etibarən qadınlar və kişilərin pensiya yaşı bərabərləşdirilir. Bununla bağlı qanunverici akt 2017-ci ildə qəbul olunmuşdur və 2017-ci ildən etibarən biz hər il qadınların pensiya yaşının 6 ay artırılmasını müşahidə etdik. Amma bizim təklifimiz ondan ibarətdir ki, pensiya yaşına yalnız kəmiyyət göstəricisi baxımından yanaşılmaz, həm də keyfiyyət indikatorları, meyarlar nəzərə alınmaqla pensiya yaşının müəyyənləşdirilməsi həyata keçirilsin. Çünki bu nəticə etibarilə ilə artıq keyfiyyət göstəricisi istifadə olunmaqla pensiya yaşının müəyyənləşdirilməsinə imkan yaradılır. Çünki bəzi hallarda, məsələn, Milli Məclis Sədəsində bizim təklif etdiyimiz məqamlardan biri tək qadınların daha tez pensiya çıxması ilə bağlı. Yəni, mən bununla bağlı xüsusi Milli Məclisin birinci icrasında Ailə Uşaq Qadın Komitəsi tərəfindən təqdim olunan hesabatı məruzat zamanında qeyd etdiyimiz təkliflərdən biri onlara ibarətdir ki, tək qadınların daha tez pensiya çıxması reallaşsın. Çünki onların xüsusən 60 yaşda düşünürəm ki, sosial dəstəyə daha ciddi ehtiyac var. Ona görə də bu istiqamətdə addımlar atılması və keyfiyyət meyarlarından istifadə edilməsi məqsədə uyğundur. Bizim qiymətləndirmələr də göstərir ki, bir sıra ölkələrdə, o cümlədən Mərkəzi Avropa ölkələrində qadınların pensiya yaşı ilə kişilərin pensiya yaşı arasında fərq var. Biz də diferensial yanaşmanın tərəfdarıyıq. Çünki qadın vətəndaşlarımızın daha çox sosial təminata ehtiyac olur. Düşünün ki, qadın vətəndaşlarımızın məsələn, keyfiyyət meyarları əsasında bir qisminin daha tez pensiya çıxmasının təmin olunması, çoxuşaqlı ailə anlayışına baxılması, 5-dən 3-ə indirilməsini təklif edirik. Buna bağlı təbii ki, müzakirələrimiz elə sizin mətbuat orqan daxil olmaqla mətbuata açıqlamalarımız olub. Bu istiqamətdə keyfiyyət meyarlarının tətbiqi çox önəmlidir və düşünürəm ki, keyfiyyət meyarlarının tətbiq olması daha çox vətəndaşımızın, yəni mövcud hal-hazırda olan rəqəmlə müqayisədə daha çox vətəndaşımızın daha tez pensiya çıxmasına imkan yarada bilər ki, bu da sözsüz vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsi baxımından vacibdir. Vüqar bəy, çox təşəkkür edirəm. Mən sizin sosial şəbəkələrdəki paylaşımlarınızı, parlamentdəki çıxışlarınızı
mütəmadi izləyirəm və çox qiymətli təkliflər verirsiniz. Amma təəssüf ki, yəni hələ ki biz onların əhəmiyyətli hissəsinin nəzərə alındığını görmürük. Ümid edirik ki, olacaq. Burada bir maraqlı məqamlardan biri nədən ibarətdir? Pensiya yaşının 65 olması. Yəni bu xüsusilə orta ömür göstəricilərinə bağlı bir məsələdir. Biz baxırıq elə Türk dünyasına daxil ölkələrində, eləcə də digər Avropa ölkələrində pensiya yaşı ilə vətəndaşların orta ömür yaşı arasında bir fərq var, ciddi bir fərq var. O, beynəlxalq əmək standartlarına görə, əmək təşkilatının standartlarına görə 12 il pensiya ömrü normal sayılır. Azərbaycanda da rəsmən əhalinin 77.8 orta ömrü olduğu bildirilir. Amma reallıqda biz bilirik ki, Azərbaycanda orta ömür o qədər deyil. Məsəl üçün, kişilərin təxminən 50%-i pensiya yaşına çatmadan vəfat edir. Qadınlarda bu rəqəm təxminən 39%-dir. Bu baxımdan ümumilikdə pensiya yaşına yenidən baxılmasına ehtiyac var. Əvvəla təkliflərlə bağlı, təbii ki, bizim hörmətli millət vəkillərimiz tərəfindən mütəmadi təkliflər təqdim olunur. Onların təbii ki, bir qismi qanunvericiliyin öz əksini tapır və bizim xüsusən də İqtisadi Siyasət Sənəd və Sahibkarı, o cümlədən Əmək və Sosial Siyasət Komitəsində təqdim etdiyimiz təkliflərin bir qismi müzakirələr zamanı qanunvericiliyə təqdim olunur. Bəzilərinin təbii qiymətləndirməsinə ehtiyac var, çünki fiskal maliyyə yükü var, onun qiymətləndirməsi aparıldıqdan sonra onunla bağlı qərarın qəbul edilməsi mümkündür. Ümumiyyətlə, təkliflərin qanunvericiliyə gətirilməsi və ya qayda formasında qəbul edilməsi zaman tələb edən bir proseduradır. Çünki bunun həm profil dövlət qurumu tərəfindən maliyyə qiymətləndirmənin aparılması, digər qurumlar tərəfindən razılaşdırılması zaman tələb edir. Burada təbii ki, obyektiv səhvlər var, o baxımdan bəzi hallarda təkliflərin qəbulu zaman tələb edən bir prosesdir. Konkret təbii ki, pensiya yaşı ilə bağlı bildiyiniz kimi, bəzi ölkələrdə pensiya yaşı artırılır, bəzi ölkələrdə mövcud pensiya yaşı qorunub saxlanılır. Bizim, yəni şəxsən mənim pensiya yaşı ilə bağlı hətta Milli Məclisdə müstəqil millət vəkili olaraq təqdim etdiyim təkliflərdən biri də ondan ibarətdir ki, öncə də qeyd etdiyimiz kimi, kişilərlə qadınlar arasında pensiya yaşının diferensial fərqləndirilməsi. Biz qadınların daha tez pensiya çıxmaq hüququnun verilməsini məqsədə uyğun hesab edirik. Çünki bu praktika əksər ölkələrdə tətbiq olunur. Qadınlar daha tez pensiya çıxmaq hüququna malikdirlər. Ona görə də oxşar praktikanın Azərbaycanın tətbiqini məqsədə uyğun hesab edirik. Eyni zamanda digər mühüm məqam qadınlarımızın pensiya məbləği ilə bağlıdır. Çünki mövcud rəsmi statistikaya əsasən qadınların əmək haqqısı kişilərlə müqayisədə aşağıdır. Bunun fərqli səbəbləri var, amma reallıq bundan ibarətdir ki, kişilər qadınlarla müqayisədə daha çox əmək haqqı alırlar, daha çox gəliriyə malikdir və onların ödədiyi sosial da daha çoxdur. Ona görə bizim təklifimizin biri ondan ibarətdir ki, qadınlarımız pensiya yaşı tamam olan zaman onların pensiya kartları xüsusi əmsala vurulsun. Yəni, məsələn, qadın vətəndaşımızın pensiya yaşı tamam olub, onun 40 min pensiya kartları var. Onu 1.5 əmsalına vurmaqla 60 bin manata çatdırmaq olar. Bu halda onun artıq pensiya məbləği həm də avtomatik 1.5-ə vurulacaq və alacaq pensiya 1.5-ə vurularaq artırılacaq. Düşünürəm ki, bu tip meyarlardan istifadə etməklə xüsusən də daha çox dəstəyə ehtiyac olan vətəndaşlarımızın sosial təminatını daha da gücləndirilməsi mümkündür. Yəni, islahatlar təbii ki, davam edir. Bu istiqamətdə mütəmadi təkliflərimizi təqdim edirik. Profil qurumlarla görüşlərdə, o cümlədən bizim Əmək və Sosial Siyasət Komitəsinin iclasında mütəmadi biz bu istiqamətdə təkliflərimizi təqdim edirik və inanırıq ki, daha yaxın zamanlarda, biləm, siz bütün təkliflərin daha qısa zamanda yalnız bizim deyil, yəni ümumilikdə təqdim olunan həm də jurnalistlərin də təqdim etdiyi təkliflərin, digər ixtisasların təqdim etdiyi təkliflərin daha qısa zamanda qəbulunu istəyirsiniz. Əminəm ki, hamımız onu istəyirik, amma digər tərəfdən obyektiv reallıq var ki, hər bir təklifin qiymətləndirilməsi, maliyyə yükünün hesablanması, daha sonra qəbul edilməsinə ehtiyac var. Təşəkkür ederim. Çox qısaca bilirəm, vaxtınız məhduddur. 2 izləyici sualı var. İkisini də səsləndirirəm. İzləyicilərimizdən biri soruşur ki, müharibə veteranların müavinəti niyə 80 manatdır? Digəri soruşur ki, pensiyaların ayın əvvəlində verilməsi niyə mümkün olmur? Əvvəla, pensiyaların ayın əvvəlində verilməsi və ya pensiyaların daha həm rayonda, əmir şəhərlərdə daha yaxın günlərdə verilməsi ilə bağlı da bizim təklifimiz var və mən düşünürəm ki, daha yaxın günlərdə verilməsi mümkün. Məsələn, bu aralığın 1-2 gün olması realdır, mümkündür herhalde. Çünki
Azərbaycanda bu istiqamətdə elektron infrastruktur inkişaf edib və bunun bu pensiyaların daha qısa zamanda ödənilməsi mümkündür. Ümumiyyətlə, pensiya bir ay ərzində ödənilir. Burada əsas məqam iri şəhərlərlə paytaxt və rayonlar arasındakı zaman fərqidir. O zaman fərqinin azaldılmasını məqsəd uyğun hesab edir. Mən düşünürəm ki, buna ehtiyac var və daha qısa zamanda, yəni paytaxtda və iri şəhərlərdə pensiya ödənilən zaman ya həmin gün və ya ən gecə 2 gün aralıq olmaqla həmin pensiyanın ödənilməsini ilə bağlı təkliflərimizi biz təqdim etmişik. Siz də bu istiqamətdə bizim təkliflərimizi işıqlandırmışsınız. Ona görə təşəkkür edirik və ümid edirik ki, bu istiqamətdə də qiymətləndirmələr və xüsusən elektron imkanlar müəyyənləşdirdikdən sonra addımın atılması mümkündür. Təbii ki, bu istiqamətdə xüsusən də düşünmürəm ki, hər hansı bir maliyyə problemi var. Çünki bütün hallarda Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığı və gəliri yüksəkdir. Hər halda texniki məsələlər olduğunu güman edirəm. Amma bunun da mövcud infrastruktur çərçivəsində daha qısa zamanda həll etmək mümkündür. Bizim təbii ki, veteranlarımızın müavinəti ilə bağlı, onunla bağlı da bizim təkliflərimiz təqdim olunub. Əslində, mənim təklifim ondan ibarətdir ki, veteranların müavinətinin konkret olaraq müavinətdə nəzərdə tutulan xərclərə bağlılığı həyata keçirilsin. Çünki nəzərə alsaq ki, bu xərclər kommunal, nəqliyyat və digər xərclərlə bağlıdır. Ona görə həmin kommunal və nəqliyyat xərclərdə nə qədər il ərzində artım olursa, ona uyğun olaraq da müavinətlərin artımı baş versin. Və sözsüz bizim qazilərimizə və şahid ailələrimizə ciddi dövlət dəstəyi var. Bu istiqamətdə də vəsaitlərin dövlət büdcəsindən hər il artırılması müşahidə olunur. Bizim o cümlədən bizim veteranlarımızın əmək qabiliyyəti olduğu üçün işlə təminatı ilə bağlı da işlərin dərinləşməsi həyata keçirir. Amma sözsüz əgər belə bir bağlılıq baş verərsə, biz artıq həmin müavinət məbləğinə həmin xərclər artan zaman baxılıb artırılmasını müşahidə edə bilərik. Vüqar bəy, çox təşəkkür edirəm vaxt ayırdığınız üçün. Mən təşəkkür edirəm. Sağ olun. Siz sağ olun. Hörmətli izləyicilər, biz millət vəkili iqtisadçı alim Vüqar Bayramovla gündəmin aktual mövzularını dəyərləndirdik. Verilişimizi bəyənin, paylaşın. Minnətdarıq.